Hər vaxtınız xeyirli olsun. Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən 15 nəfər Ermənistan vətəndaşı məhkəmədə son sözlə çıxış edir. Onlar son sözlərində özlərini təqsirli bilmədiklərini qeyd edirlər. Bəziləri son sözlərində göstərir ki, ümumiyyətlə onlar hərbi əməliyyatlarda iştirak etməyiblər. Bəziləri hərbi təlimatları həyata keçirdiklərini bildirirlər və qeyd edirlər ki, postlarda dayansalar da heç kimə atəş açmayıblar. Müxtəlif fikirlər səsləndirirlər, müxtəlif arqumentlər səsləndirirlər onlar son sözlərində. Qeyd edək ki, bundan əvvəlki məhkəmə iclasında tərəflər çıxış etmişdi. Əvvəlcə dövlət ittihamını müdafiə edən prokurorlar çıxış etmişdi və təqsirləndirilən şəxslərin hər birinə məhkəmədən cəzaların təyin olunmasını xahiş etmişdilər. Onlar dövlət ittihamını müdafiə edən prokurorlar Aray Karutunyan, Leva Munasakanyan, David Babayan, David İşxanyan və David Manukyanın ömürlük azadlıqdan məhrum olunmasını, digər şəxslərin isə 20, 19, 18, 17, 16 il müddətinə müvafiq olaraq azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş etmişlər. Onların hüquqlarını müdafiə edən vəkilləri isə çıxışlarında təqsirləndirilən şəxslərə məhkəmədən bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Bundan sonra isə tərəflər replikalarla, yəni cavab nitqləri ilə çıxış etdilər, müxtəlif arqumentlər, fikirlər səsləndirdilər. Hazırda isə məhkəmə prosesində təqsirləndirilən şəxslər son sözlə çıxış edirlər. Məhkəmə prosesi bu dəqiqələrdə davam edir və biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı tamaşaçılara daha geniş məlumatları çatdırmağa çalışacaq. Hələlik isə buyurun söz yenidən mərkəzdə, studiyadadır.